cücəsi ilə cins cücənin fərqi nədir? Kənd cücəsi tanış və ucuzdur, lakin böyüməsi zaman alır. Cins cücə isə daha sağlam, daha iri və məhsuldardır. Biz Orfofarm təsərrüfatında Serebreslidir 55 Atakiz Xarkov, Astralop, kənd cücəsi və digər damazlıq cinslərlə çalışaraq keyfiyyətə və sağlamlığa önəm veririk. Sağlamlıq, təmizlik və düzgün yemləmə bizim əsas prinsipimizdir. Təbii şəraitdə böyüyən ördək, qaz və cücələr etibarlılığının və məhsuldarlığın təminatıdır. Keyfiyyətli məhsul, peşəkar yanaşma hər cücə eyni deyil. Burada gördüyünüz cins cücələr sürətlə böyüyüb daha sağlam olur və gələcəkdə sizə daha çox yumurta və qazanc qazandırır. Biz təsərrüfatımızda ucuz yox, dəyərli heyvanlar yetişdiririk. Tanış deyil, etibar və keyfiyyət bizim əsas üslubumuzdur. Əgər sizdə fərq yaratmaq istəyirsinizsə, biz buradayıq, təbii şəraitdə böyüyən sağlam və məhsuldar damazlıq heyvanlar təqdim edirik. Cins cücələrimiz Serebreslidir 55 yumurta verir, tez böyüyən və dözümlü. Atakiz iri gövdəli və məhsuldar. Xarkov tez yetişən və sakit təbiətdə. Astralop möhkəm bədənli kənd şəraitinə tam uyğun. Kənd cücələri yerli şəraitdə böyümüş sağlam və aktiv ördək və qaz balalarımız tuban qazı az yerdə böyüyor. İqlimə dözümlü və yüksək ət verilir. Liva qazı iri gövdəli, yumuşaq xasiyyətli və saxlaması asandır. Yaşılbaş ördəklər təmiz suda böyür, sağlam və çelikdir. Bütün heyvanlarımız gündəlik nəzarət altında, təbii yemlə və təmiz şəraitdə yetişdirilir. Əgər siz də etibarlı, məhsuldar və sağlam heyvanlar almaq istəyirsinizsə, Orfofarm hər zaman yanınızdadır.